Ölüm gəlməmişdən ölümün təfəkkürünü düşünmək, onu düşünərək icra eləmək. Dünyanın bir xüsusiyyəti budur da, yaddan çıxardır ölümü. Gözümüzlə görürük, amma elə bilirik ki, biz ölməyəcəyik də, elə ölənlər qocalar olmalıdır, yaşı, xeyr, elə deyir. Mömin ölümü böğründə kölgəsi kimi hiss edir. Hər an gəlib səni apara bilər. Həzrət də buyurur, İslami dəyərlə qəlbi genişlənən insan, ölüm gəlməmişdən ölümü düşünən insan, təfəkkür edən insan. Və maraqlı burasındadır, deyir, ölüm üçün istedad, ölümə hazırlıq. İnsan ölümə nə ilə hazırlanar? Tövbə ilə hazırlanar, kürəyində qəza saxlamasın gərək, insan haqqı olmasın kürəyində gərək. Bu cür proqram üzərində olmuş işlərlə insan ölümə bu cür hazırlanar. Bir bax, qəlbi geniş olan insanların əlaməti budur.